Dostlar salam. Növbəti məntiq testimizi həll edək. Düzbucaqlının uzunluğunu 20% azaltdılar. Düzbucaqlının enini neçə faiz artırmaq lazımdır ki, onun sahəsi dəyişməsin? İlk öncə biz düzbucaqlı çəkək və düzbucaqlına en uzun verək. Həmişə çalışaq ki, biri 10 olsun, biri də 100. Hər ikisində 10 yazmaq olar, sadəcə düzbucaqlı olduğuna görə birinin böyük, kiçik yazacaq, amma 10 da yazıb məsələmizi həll edə bilərik, hər iki tərəfin. Deməli, eni oldu 10 sm, uzunluğu oldu 100 sm. Sahəsi bərabərdir. Düzbucaqlının sahəsini tapmaq üçün onun enin uzuna vururuq. 10 vurulmuş 100 bərabərdir 1000. Bu düzbucaqlımızın sahəsi 1000 sm kvadratdır. Deyir, düzbucaqlının uzunluğunu 20% azaltdılar. Uzunluğun 20% azaltdılar. Yeni düzbucaqlımız uzunluğu 20% azaldısa 120% azalanda 80 olur. Və enini neçə faiz artırmaq lazımdır ki, onun sahəsi dəyişməsin? Enin də x yazırıq. Və bizə deyir ki, enin neçə faiz artırmaq lazımdır ki, sahəsi dəyişməsin? Ona görə s bərabərdir sahə. X vurulmuş 80 bərabərdir 1000. Birinci düzbucaqlımız 1000 idi sahəsi və bu da sahəsinin dəyişməsin deyir. 1000-ə bərabər edirik. Və buradan x bərabərdir 1000-i 80-ə böləcəyik. 100-ü 8-ə böləndə 1000 bölünmüş 80. Deməli, bir dəfə 200-də də 2 dəfə 160, 400-də də 5 dəfə 12,5. Deməli, x bərabərdir 12,5-ə. Biz tapdıq ki, düzbucaqlının eni də 12 sm yarım olarsa, onda sahəsi dəyişməz. Və 10, 12,5 olubsa, deməli 25% artıb. Bunu 125-i 10-a bölüb 100-ə də vura bilərik, elə tapırıq. Yəni, bu 10, 100 ona görə yazdım ki, məsələmizi rahat tez həll eləyə bilək. 10, 12,5 olubsa, deməli 25% artıb. Yəni, bizim də düzbucaqlımızın uzunun 20% azaldanda enini 25% artırmaq lazımdır ki, düzbucaqlımızın sahəsi dəyişməsin. O da D variantına uyğun gəlir. Dostlar, testlə bağlı hər hansı suallarınız olarsa, yorumlarda yazın, tezliklə cavablandıracağım. Videomuzu bəyənməyi və YouTube kanalımıza abunə olmağı unutmayın. Sağ olun, yenidən görüşənədək.